Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 5-ci sinif riyaziyyat dərsliyindən səhifə 100, 101, 102-də yerləşən onluq kəsirlərin onun qüvvətlərinə vurulması və bölünməsi mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda 5-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənərək mənə dəstək olmağı unutmayın. Fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar, keçək mövzunun izahına. Mövzumuz onluq kəsirlərin onun qüvvətlərinə vurulması və ya bölünməsidir. Öncə araşdırma müzakirə hissəsinə baxaq və oradan istifadə edib dərsin izahlarına keçərik. Gün ərzində sağılan süd 7,5 litrlik kiçik bidonlara yığılır. Yəni, bax, bu bidonun tutumu 7,5 litrdir. 10, 100 belə bidona neçə litr süd doldurmaq olar? İndi 10 bidona nə qədər süd doldura bilərik, onu hesablayaq. Rahat üsulu onu 7,5-ə vurmaqdır. Amma hələ biz onluq kəsirlərin vurulmasını bilmirik. Bəs bunu başqa yolla necə ifadə edə bilərik? 10 dənə bidondur, hərəsi də 7,5 litr süd tutur. Onda 7,5-i 10 dənə yazıb toplaya bilərik. Düzdür, bu üsul uzun üsuldur. İndi vurmaya gəlmək üçün amma buradan istifadə edəcək. Dedik ki, neçə dənə toplamaq lazımdır? 10 dənə toplamaq lazımdır. 1, 2, 3, 4, 5, 6. Bu da 7-ci. 8, 9. Bu da 10-cu. İndi uşaqlar, 2-2 qruplaşdırıram. 7,5, 7,5 toplayanda neçə eləyir? 14, 15 eləyir. Bu toplayanda neçə eləyir? 15 eləyir. 2-2 qruplaşdırırıq. İkisinin cəmi bizə 15 verir. 15, 15, yenə də 15. Neçə dənə 15 alındı burada? 5 dənə 15 alındı. Bu da bərabərdir. 15 vuraq 5 deməkdir. 50, 25, 75. İndi baxaq. 10 dənə 7,5 litr süd tutan bidona süd tökəcək. Cəmi 75 litr süd istifadə olunmuş olur. İndi baxaq, bu qədər uzun yol getməkdənsə asan yoluna baxaq. Yadınızda qalsın. Onluq kəsirləri, məsələn 7,5-i ona vurarkən onda bir dənə sıfır var. Deməli, vergülü bir vahid sağa çəkəcəksiniz. Sağa. Neçə sıfır varsa o qədər sağa çəkirsiniz. Olur 7, 75. 7,5 idi. Ona vurulanda vergül 1 vahid sağa çəkilir. 100-ə vuranda vergül 2 vahid sağa çəkilir. 1000-ə vuranda vergül 3 vahid sağa çəkilir. İndi gəlin 7,5-i 100-ə də vuraq. 100-ə vuranda vergül 2 vahid sağa çəkilməlidir. Amma burada vergüldən sonra bir rəqəm var. Neyiniyək? Bir dənə də sıfır özümüzdən yazaq. 2 rəqəm tamamlansın. 100-ə vuranda vergül 2 vahid sağa çəkiləcək. Olacaq, deməli, 750 litr. İndi gəlin bu ədədi həm də 1000-ə vuraq. 7,5-i vururam 1000-ə. 1000-ə vuranda vergül 3 vahid sağa çəkilməlidir. Burada da vergüldən sonra bir rəqəm var. 2 dənə də rəqəm yazırıq, 3 rəqəm tamamlansın. İndi vergülü 3 vahid sağa çəkəndə olacaq 7500 litr. Bir daha təkrar edirəm. Onluq kəsirləri 10-a vuranda vergülü 1 vahid sağa çəkirsiniz. 100-ə vuranda vergülü 2 vahid sağa çəkirsiniz. 1000-ə vuranda vergülü 3 vahid sağa çəkirsiniz. 10.000-ə vuranda 4 vahid sağa çəkirsiniz. Yəni sıfırların sayı qədər. 10-da 1 sıfır olduğuna görə 1 vahid sağa çəkəcəksiniz. 100-də 2 sıfır var, deməli 2 vahid sağa çəkilir. Bu asan üsulu yadınızda saxlamaq üçün. Demək olar ki, biz qaydanı dedik, amma bir dənə baxaq görək kitabınızda əlavə nəsə qeyd olunubmu? Onluq kəsiri onun qüvvətlərinə vurur. Məsələn, 0,1-i 10-a vurur. Bu nə deməkdir? 10 dənə 0,1-i topla. Bayaq biz o yuxarıda 7,5-i 10 dənə toplamışdıq. Ədədin 10-a vurulması o deməkdir ki, həmin ədədi 10 dənə ardıcılı yazırsınız və həmin ədədləri bir-bir toplayırsınız. 10 dənə toplayanda bu 1 elədi.
Həqiqətən də uşaqlar qısa yol olaraq nə edə bilərik? Vergülü bir vahid sağa çəksək elə yenə də 1 alınır. 0,1-i 100-ə vurmaq, 0,1-i 100 dənə yazıb toplamaq deməkdir. Vergülü 2 vahid çəkmək ondan daha rahat variantı. Görürsünüz uşaqlar? Ədədlərin sayı az olanda, ona vuranda hardasa 10 dənə yazıb toplaya bilərsiniz. Amma ədədlərin sayı 100, 1000 və s. olanda 1000 dəfə yazmaq, 100 dəfə yazmaq daha yorucu bir şeydir. Həm də onları toplamaq da uzun gedəcək axı. 100 dənə ədədi ardıcıl toplaya-toplaya gedin. Bu təbii ki, yorucu bir prosesdir. Ona görə bu qısa yolları mütləq yadınızda saxlayırsınız. Ədədi ona vuranda vergülü bir vahid sağa çəkirsiniz, yazdıq. 100-ə vuranda 2 vahid sağa çəkirsiniz, çatışmayan yeri də 0 yazdıq, gördünüz 10. 1000-ə vuranda 3 vahid sağa çəkəcəksiniz, olacaq 100. Bu üsul daha qısa üsuldur. Onluq kəsiri 10-a, 100-ə, 1000-ə vurduqda vergül bu vuruqdakı sıfırların sayı qədər sağa sürçür. Diqqət eləsəniz, mən elə bunu dərsin başlanğıcında demişdim. Bax, bu cümlə yadınızda saxlayın. Onluq kəsiri 10-a vuranda 10-da 1 sıfır olduğuna görə vergülü 1 vahid sağa çəkirik. 100-də 2 sıfır olduğuna görə vergülü 2 vahid sağa çəkirik. 1000-də 3 sıfır var, vergülü deməli 3 vahid sağa çəkirik. Yadınızda qalsın. Neçə sıfır varsa o qədər sayda vergülü sağa sürüşdürəcəksiniz, çəkəcəksiniz. Burada həmçinin onluq kəsirlərin mərtəbə qiymətlərinə vurulması göstərilib. 3 tam 1000-də 217-ni 1-ə vurub. 1 təklik mərtəbəsinin qiymətidir. 1-ə vuranda ədəd dəyişmədi. Elə oldu 3000, 3 tam 1000-də 217. İndi ədədi 10-a vurur. 10 onluq mərtəbəsinin qiymətidir. Ona vuranda vergül 1 vahid sürüşəcək sağa, olacaq 32 tam %17. 100-ə vuranda vergül 100-də 2 sıfır var, deməli 2 vahid sürüşəcək, gələcək bura. Olacaq 321 tam onda 7. Həmçinin uşaqlar, tutaq ki, bu qayda yadınızdan çıxıb. Bu qayda yadınızdan çıxıb xatırlaya bilmirsiniz. Onluq kəsiri o zaman adi kəsirə çevirib, sonra da adi kəsirin natural ədədə vurulma qaydasından istifadə edib də həll etmək olar. Məsələn, 3 tam 1000-də 217-ni yazdıq, 3 tam 1000-də 217. Düzgün olmayan kəsirə çevirdik. 1000-də 300, 3217. Ona vurduq. Onun məxrəcinə də bir artarıq, ixtisar eləyərik. 1000 ona ixtisar getdi. Hətta burada özləri yazıb. O biri mən burada atmayım. Bu tərəfdə özləri məxrəcə 1 atıb. Ondan 1000 ixtisar getdi. Burada qaldı 100. Burada da qaldı surətdə 3217. 100-ə böləndə neçə dəfə yerləşər? 3217-nin içərisində 132 dəfə yerləşər. 32 tam 100-də 17 də qalıq qalır. Həmin ədəddə onluq kəsrə çevriləndə elə 32 tam %17 edir. Yəni uşaqlar, əgər bu qayda yadınızdan çıxıbsa, onluq kəsirə, adi kəsirə çevirib, natural ədədə vurma qaydasından da istifadə edib həll edə bilərsiniz. İndi gəlin keçək çalışmaların həllinə. Çalışmaları həll edərkən yenə dəfələrlə təkrar edib bu metodu möhkəmləndirmiş oluruq. Başlayaq birinci çalışmamıza. Nümunə verilib. Nümunədə nə deyilir? 1 tam %6-nı 100-ə vur. 100-ə vuranda 2 vahid sürüşəcək vergülümüz olacaq 106. Cavab 106. Heç buradakı sonuncu sıfırı yazmasanız da olar. Bilirik ki, vergül bura düşdüsə artıq tam ədəddir bu. Onun kubu nə deməkdir uşaqlar? Onun kubu 10 vuraq, 10 vuraq, 10 deməkdir. Bunu artıq bilirik. Bax, bu 10-un kubunu. 10 vuraq 10 vuraq 10 deməkdir. Onu 3 dəfə təkrarladıq. 3 dəfə. Bunları artıq geçmişik. Bu da 1000 deməkdir. Yəni, ədədi 10-un kubuna vurmaq elə ədədi 1000-ə vurmaq deməkdir. 1000-ə vuranda vergül 3 vahid sağa sürçür. Olacaq 147 tam 10-da 2. Yaxşı. İndi gəlin digər variantları biz sərbəst yerinə yetirək. Birincidə 1 tam 10-dakı vuraq 10-dur. Vergülü neçə vahid sağa sürüşdürdük? 1 vahid. Niyə? Çünki 10-da 1 dənə 0 var. Vergül 1 vahid sağa sürüşəndə olacaq 12 tam. Bax, istəyirsiniz burada da qırmızı rənglə göstərim.
Onda bir sıfır var. Ona göre vergül bir vahid sağa sürüşəcək. Gəlib düşəcək bura. Yəni 12. O sonuncu sıfırda daha doğrusu vergül bura düşür uşaqlar. Belə olur. Vergül burada. Bu sonda da vergülü yazmağın mənası yoxdur. Elə birbaşa 12 yazın. Sonra keçdik ikincisine. 0 tam %73 vuraq 10. Ona vuranda vergül bir vahid sağa sürüşəcək. Olacaq 7 tam onda 3. Əvvəlki sıfırın da təbii ki, mənası yoxdur. Sonra üçüncüsünə baxaq. 3 tam %27 3 tam %27 vuraq 10. Yenə ona vuranda vergül bir vahid sağa sürüşür, sağa keçir, yerini dəyişir. Olur 32 tam onda 7. Sonra 2 tam %8 var. Vuraq yenə 10. Yenə ona vurduğumuz üçün vergülü bir vahid sağa sürüşdürürük. Olur 20 tam onda 8. 4 dənəsini yazdıq. 5-ciyə baxaq. 4 tam %73 vuraq 100. İndi uşaqlar, 100-ə vuranda %2 sıfır olduğuna görə, bax burada qeyd edirəm, 2 dənə sıfır olduğuna görə vergül 2 vahid sağa sürüşəcək. Elə olacaq 473. Bu vergül də bayaq dedim ki, sonda qoymağın mənası yoxdur. Sonda vergül tək qalmaz. Elə o formada da yazın. Nə də vergül qoyub sonra sıfır yazmağınızın da bir mənası yoxdur, uzatmayın. Bu şəkildə daha düzgündür. 8 tam %38 vuraq 10'un kvadratı. Dedik ki 10'un kvadratı nə deməkdir uşaqlar? 10'un kvadratı 10 vuraq 10 deməkdir. Yəni 10'u 2 dəfə yazıb bir-birinə vururuq. 100. Yəni 8 tam %38 vuraq 100 deməkdir bu. 100'ə vuranda vergül 2 vahid sağa sürüşəcək. Olacaq 838. 838. Sonra dördüncüsünə. Neçəncidir bu? 6, 7. 7-yə baxaq. Rəqəm yazmadım, bu dəfə nömrələmədim. Yəqin ki, qarışdırmasız. Buraq 100. 100-ə vuranda vergülü 2 vahid sağa sürüşdürürük. Olacaq 43 tam %21. Əvvəlki sıfırın da mənası yoxdur. Sonra digərinə baxırıq. 1 tam mində 35 vuraq 10'un kvadratı. Dedik ki 10'un kvadratı 100 deməkdir. Ona görə vergül 2 vahid sürüşəcək. Olacaq 103 tam onda 5. Sonra uşaqlar. İki tam 100 mində 5731'i vururuq minə. Mində 3 dənə sıfır olduğuna görə 3 dənə sıfır olduğuna görə vergül 3 vahid sağa sürüşür. Ədədimiz olacaq 2057 tam %31. 2057 tam %31. Digər ədədə baxaq. 0 tam 10 mində 242 verilib. Vuraq 10'un kubu. Dedik ki 10'un kubu 1000 deməkdir. Yəni biz 0 tam 10 mində 242'ni vururuq 1000'ə. 1000'ə vuranda vergül 3 vahid sağa sürüşəcək. Olacaq 24 tam onda 2. Birinci çalışmanı tamamladıq. Ümid edirəm ki, başa düşdünüz. İndi isə uşaqlar, keçək ikinci çalışmanın izahına. Boş xanaya uyğun ədədi tapın. İndi uşaqlar, bunları həll edək. Birincisinə baxırıq. Birincisində boş bir kvadrat verilib, bərabərdir. Daha doğrusu bərabər deyil. Mən onu səhv yazdım. Vuraq 10 bərabərdir 9 tam onda 7 verilib. İndi uşaqlar, vergülü ona vurduğumuza görə vergülü bir vahid sağa çəkiblər.
9 tam alınıb. Deməli, bu boş kvadrat 0,97 imiş. Vergülü də bir vahid sağa çəkəndə 9,7 olub. İkincisinə baxaq. 1,27 vuraq boş bir kvadrat verilib. Bərabərdir 12,7-dir. İndi uşaqlar, ədədi ədəd 1,27-dir. 12,7-yə çevrilib. Görürük ki, vergül bir vahid sağa keçib. Bu hansı ədədə vuranda olur? Ancaq 10-a vuranda olur. Bir vahid vergül sağa sürüşübsə, deməli 10-a vurulub. Üçüncüsünə baxaq. Vuraq 10 bərabərdir 12,97. Əgər ədəd 10-a vurulursa, vergül bir vahid sağa çəkilib. Çəkilib 12,97 olub. Deməli, əslində ədəd beləymiş uşaqlar. 1,297-dir. Bir vahiddə vergül sağa çəkiləndə 12,97 eləyir. Gördünüz? Bu 3 idi. Bu da 4. Ədədimiz 30 tam %1-dir. Vuraq boşxana bərabərdir 3001 alınıb. İndi diqqət eləyək, vergül buradan bura keçib. Sadəcə sonda o vergülü qoymurlar da uşaqlar. Yadınızda qalsın, tam ədədin sonunda vergül var. Sadəcə yazmağa ehtiyac yoxdur. Vergül bura keçibsə 2 vahid yerini dəyişib. Bu nə zaman ola bilər? 100-ə vuranda ola bilər. Buradakı ədəd deməli 100-dür. 5-ciyə baxaq. 6 tam 10.000-də 9731 verilib. Vuraq yenə buradakı ədəd verilməyib. Bərabərdir 697 tam %31-ə keçib. Vergül 2 vahid yerini dəyişib. Görürsüz, bu nə zaman baş verə bilər? 100-ə vuranda baş verə bilər. 6-cıya baxırıq. 0 tam 10.000-də 52. Vuraq. Yenə vurduğu ədəd göstərilməyib. Bərabərdir 0 tam 1000-də 52 olub. İndi uşaqlar, vergül bir vahid yerini dəyişib. Baxın, gəlib vergül bura keçib. Sadəcə əvvəlki o lazımsız sıfırı burada qeyd eləməyiblər də. Baxın, bir dəqiqə mən yazım o sıfırı ora. Daha rahat görün. Bax, gördünüz? Vergül bura keçib. Vergül bir vahid yerini dəyişib. Deməli, ədədi neçəyə vurublar? 10-a vurublar. 6-cını da yazdıq. İndi 7-ciyə baxaq uşaqlar. Yenə vurduğu ədəd bəlli deyil. Vuraq 100 bərabərdir 3,72. 100-ə vuranda vergül 2 vahid sürüşməlidir. 2 vahid yerini dəyişməlidir. Onda ədədimiz belə olacaq. 0, 0, 3, 72. Vergül bura keçibsə, deməli əslində buradaymış. 2 vahid çəkəndə bura keçib. Sonra bu 7-ci idi, 8-i yazıram. 0 tam 10.000-də 52. Vuraq, vurduğu ədəd bəlli deyil, bərabərdir 52-yə. İndi uşaqlar, vergül birbaşa bura gəlib, görürsünüz? Birbaşa bura gəlib ki, 52 olub. Neçə vahid sağa sürüşüb? 4 vahid. Deməli, 10.000-ə vurulub. 10.000-də 4 dənə sıfır var. Bu da ikinci çalışmamızın həlli idi. İndi isə keçək uşaqlar. Dərsimizin davamına bölünməni izah edirik. Bölünmə vurulmanın tərsidir elə. İndi baxaq görək necə yazacaq onları. Yadınızda qalsın. Onluq kəsri 10-a vuranda vergülü bir vahid sağa sürüşdürürdük.
10'a böləndə 1 vahid sola sürüşdürəcəyik. Tərsinə. 100-ə vuranda 2 vahid sağa sürüşdürürüksə, 100-ə böləndə 2 vahid sola sürüşdürəcəyik. Yəni vuranda sağa, böləndə sola vergülü sürüşdürürük. Baxaq indi burada verilənləri qeyd edək. 1 tam onda 0 bölək 10 verilib. Ona böləndə dedik ki, vergülü bir vahid sola sürüşdürürük. Sola. Burada da öncədə e, vergülü sürüşdürsək qabaqda vergül tək qalmaz. Bir dənə sıfır ataq hər ehtimala qarşı. Bir vahid sürüşdürəndə düşəcək bura. 0,1. Sonra indi qayıdıb yenə 0,1-i 10-a vursaz əvvəlki ədəd alınır. 10-a böləndə vergülü bir vahid qabağa sürüşdürəcək. Bir dənə də vergül, 0 yazıram ki, bu vergül qabaqda tək qalmasın. Bir vahid çəksək olacaq 0,1. Gördünüz? Məsələn, bir dənəsini yazıram. 24,6 bölürəm 10-a. Onda bir dənə 0 var. Ona görə vergülü bir vahid sola çəkirik. Böləndə sola, vuranda sağa. 2,46 oldu. Məsələn, 24,6-nı bölürəm 100-ə. 100-də 2 0 olduğuna görə vergülü 2 vahid sola çəkirik. Yəni, bu formaya düşür ədədimiz. Qabaqda da vergül tək qalmaz deyə hər ehtimala qarşı bura bir dənə 0 atın. Belə daha aydın görünəcək. İndi gəlin 1000-ə bölək eyni ədədi. 1000-ə böləndə vergülü 3 vahid qabağa çəkmək lazımdır. Amma burada 2 dənə var. Bir dənə 0 yazıram ki, vergül bura çəkiləcək. Bax, buradan bura düşəcək. Bir dənə də 0 yazıram ki, qarşıda vergül tək qalmaz. Gördünüz, bu da qaydamız. Bir daha təkrar edirəm. Qaydanı bir daha yadınıza salıram. Ədədi 10-a vuranda, onda 1 0 olduğuna görə vergülü bir vahid sağa çəkirik. 10-a böləndə bir vahid sola çəkirik. Ədədi 100-ə vuranda vergülü 2 vahid sağa çəkirik. Ədədi 100-ə böləndə vergülü 2 vahid sola çəkirik. Vuranda sağa, böləndə sola. Sıfırların sayı qədər. Yenə tutaq ki, uşaqlar, yadınızdan çıxıb. Bu vurma qaydası, bölmə qaydası mərtəbə vahidlərinə sizin yadınızdan çıxıb. Neyniyəcəksiniz? Onluq kəsri adi kəsrə çevirib, bax burada çeviriblər. 32,6 bölək 100. 32,6 yazır. Düzgün olmayan kəsrə çevirir. Onda 326 bölək 100. 100-ə böləndə 100-ün məxrəcinə 1 atıb kəsrə bənzədirik. Kəsri kəsrə bölərkən birinci kəsr olduğu kimi qalır. İkinci tərsinə çevrilib vurulur. Sonra da məxrəc məxrəcə vuruldu. Məxrəcdə surət surətə vuruldu. Surətdə yazıldı. Oldu 0,326. Yəqin ki, artıq başa düşdünüz uşaqlar. İndi keçək çalışmaların izahına. Yenə də çalışmaları izah edərkən dəfələrlə bu qaydaları təkrar edəcəm. Üçüncü çalışmada bölmə qaydasına baxaq. 132,5-i 100-ə bölürük. 100-ə böləndə vergülü 2 vahid sola çəkirəm. Niyə 2 vahid? Çünki 100-də 2 dənə 0 var. Vergül düşəcək, bax bura. 1 tam 1000-də 325 olacaq. Sonra 3-ü 10-a böləndə vergülü bir vahid sola çəkməliyik. Yadınızda qalsın, tam ədədlərin sonunda görünməz bir vergül var. Sadəcə tam ədədlərdə onu yazmağa ehtiyac yoxdur. Məsələn, 3 ədədi 3 tam onda 0 yaza bilərəm. 3 tam 0,00 yaza bilərəm. İstənilən sayda 0 artıra bilərəm. Eynilə tam ədədin önünə də siz istənilən sayda 0 yaza bilərsiniz. Bu zaman onun qiyməti dəyişmir. Yenə də 3-dür. Çünki əvvəlki sıfırların mənası yoxdur axı. Tam ədədin sonunda görünməz bir vergül var. Məsələn, 4-dürsə bu 4 tam vergül 0 yaza bilərsiniz. 4 tam vergül 0 önündə 0 yaza bilərsiniz. Yəni burada istənilən formada ondan işləyə bilərsiniz, vergül yerini dəyişmədən. Bunlar nə zaman işimizə yarayır? Təbii ki, yazılışda işimizə yaramır. Bax, bu tip vurmalarda işimizə yarayır. Nəysə, indi davam edək uşaqlar. Onda bax, bu 3 tamdır. Görürsünüz, 3 tamı belə yazıblar. 3 tam, onda 0. Sonuna istənilən sayda 0 yazmaq olar. Ona böləndə vergül bir vahid sola sürüşəcək. Olacaq qabaqda. Bax, belə olacaq əslində.
qabaqda da vergül tək qalmaz. Bir dənə də sıfır yazırıq. Və ədədimiz olur 0,13. Bu sonuncu lazımsız sıfırı da atırıq. İndi misalları yazanda mən onu da daha rahat sizə göstərəcəm. Sonra bura baxırıq. 2-ni 100-ə bölürük. 2-ni bu şəkildə yaza bilərəm. 2 tam, onda 0 yaza bilərəm, önünə də 2 dənə 0 qoya bilərəm və s. Vergülü 2 vahid çəkəcəm, düşəcək bura 0,2. Bu sonuncu 0 da yazmasanız da olar. İndi davam edək digər bəndləri biz özümüz sərbəst yerinə yetirək uşaqlar. Birincisini yazıram. 42 tam onda 5 bölək 10. Ona böləndə vergülü bir vahid sola çəkirik. Sol tərəfə, yəni qabağa. Çünki onda bir dənə 0 var. İndi çəkək. Olacaq 4 tam %25. Sonra 45 tam onda 5-i bölürəm 100-ə. 100-ə böləndə vergülü 2 vahid sola çəkirik. Çünki 100-də 2 dənə 0 var. Neçə 0 varsa o sayda çəkirsiniz. Vuranda sağa, böləndə sola. Vergül gəlib düşəcək qabağa. Bax bu şəkildə. Qabaqda da elə vergül tək qala bilərmi? Xeyr. Ona görə bir dənə də əvvəlinə 0 atırıq. Sonra 42 tam onda 5 bölək 1000. 1000-ə böləndə 1000-də 3 dənə 0 olduğuna görə vergülü 3 vahid qabağa çəkmək lazımdır. Amma baxıram ki, burada 3 vahid yoxdur. Onda bir dənə 0 ataram 3 vahid olsun. Bir dənə də 0 ata bilərsiniz lap qabaqda. Heç bir problem yoxdur da uşaqlar. Bir dənə də 0 yazmaq olar. Qoy onu düzəldim. O kameraya yəqin ki düşməyəcək. Bir dəqiqə uşaqlar, təzədən biraz aralı yazım. 42 tam onda 5 vuraq 1000. 1000-ə vuranda vergülü 3 vahid dedik ki, sola çəkirik. Çünki onda 3 dənə 0 var. 3 vahid sola çəkmək üçün baxıram ki, burada ancaq 2 rəqəm var. Bir dənə 0 yazaram, vergül gəlsin bura düşsün. 3 dənə rəqəm olsun. Vergül də qabaqda tək qalmasın deyə bir dənə də 0 yazıram. Olacaq bu şəkildə. Önə onluq kəsirin qarşısına və arxasına istənilən sayda 0 yaza bilərsiniz. İşinizə necə yarayacaqsa o formada dəyişdirin uşaqlar. Məsələn, bayaq 42 tam idi, indi oldu 0 tam 10.000-də 425. Sonra baxaq 3 tam %2 bölək 100. 100-ə böləndə 2 vahid vergülü qabağa çəkmək lazımdır. Amma baxıram ki, burada sadəcə bir dənə rəqəm var. 2 dənə rəqəm lazımdır çəkmək üçün. Yazdım 0. 2 rəqəm tamamlandı mı? Vergül gəlib dayanacaq burada. Bir dənə də 0 yazıram ki, o vergül qarşıda tək qalmasın. Ədədimiz bayaq 3 tam idi. 3 tam %2 idi. İndi isə oldu 0 tam 10.000-də 302. 2 vahid çəkmiş olduq. Sonra 83 tam, hətta biraz da qabaqdan yazaq, ola bilər 0 atarıq. 83 tam onda 2 bölək 1000. 1000-ə böləndə 3 vahid çəkmək lazımdır. Baxıram, amma burada vergüldən əvvəl 2 dənə ədəd var. 3 ədəd olmaq üçün bir dənə 0-ı atıram qarşısına. Atdıq qarşısına bir 0-ı. Vergül gəlib, bax, burada dayanacaq uşaqlar. Vergül də qabaqda tək olmasın deyə bir dənə də 0 yazıram. İstənilən sayda 0 yaza bilərsiniz. Həm onluq kəsirin sonuna, həm də əvvəlinə. Sonra keçək 45 bölək 100. Əla. 100-ə böləndə dedik ki, vergülü 2 vahid sola çəkmək lazımdır. Bu isə tam ədəddir. Tam ədədin vergülü sonundadır. Görünməz bir vergül var. 2 vahid çəkəndə gəlib düşəcək bura. Bax, belə olacaq. Bir dəqiqə uşaqlar. Bura bir dənə 0-a atım. Olacaq ədədimiz, hətta bu
Hissəni təmizləyim, qara rənglə yazacağım. 0,45. Bak gördünüz 2 vahid, virgül buradaydı, 2 vahid yerini dəyişdi. 7,8 bölək 10'un kvadratı. 10'un kvadratını bayaq hesabladıq. 10'un kvadratı 10'u 2 dəfə öz-özünə vurmaq deməkdir, yəni 100. 7,8'i vururam 100'ə. Bölürəm daha doğrusu 100'ə. 100'ə böləndə vergülü 2 vahid sürüşdürmək lazımdır. Baxıram ki, vergüldən əvvəl 2 dənə rəqəm yoxdur, 1 rəqəmdir. Bir dənə 0 yazıram ki, vergül gələcək bura. Bir dənə də 0 yazıram ki, o vergül qabaqda tək qalmasın. Onluq kəsirin önündə vergül tək saxlaya bilməzsiniz. Bir dənə 0 atın, 0 tam olsun. Sonra 9 tam 1089 bölək 10'un kubu. 10'un kubu uşaqlar. 3 dənə 10'u bir-birinə vur deməkdir. Ondan 3 dənədir. Hasildə 3 dənə iştirak edir. 1000'dir. Minə bölərkən vergülü 3 vahid sürüşdürmək lazımdır. Sadəcə burada boş yer yoxdur. Ona görə bunu təzədən yazacağım. Biraz boşluq qoyum. İndi uşaqlar, bizə 3 rəqəm lazımdır vergüldən öncə. Amma burada 3 rəqəm yoxdur. Ona görə 2 dənə rəqəmi özümlə atıram. Vergül bax 3 rəqəm yerini dəyişdi, gəldi bura. Bir dənə də qabağa 0 yazıram ki, o vergül qarşıda tək qalmasın. Ədədimiz olacaq 0,009 yenə 0,89. Bax bu formada. Üçüncü çalışmanın da izahlarını tamamladıq. İndi isə uşaqlar, keçək dördüncü çalışmanın izahına. Amma dördüncü çalışmaya keçməzdən öncə yenə də qaydanı sizlərə təkrar etmək istəyirəm. Əminəm ki, başa düşmüsünüz, amma yenə də təkrar edək. Ədədi 10'a vuranda vergülü 1 vahid sağa çəkirik. 10'a böləndə 1 vahid sola çəkirik. 100'ə vuranda 2 vahid sağa çəkirik vergülü. 100'ə böləndə 2 vahid sola çəkirik. Yadınızda qalsın. Onluq kəsirləri mərtəbə vahidlərinin qiymətinə vurarkən neçə dənə 0 varsa, o qədər sağa çəkəcəksiniz vergülü. Böləndə isə neçə dənə 0 varsa, vergülü o qədər sayda sola çəkəcəksiniz. Əslində çox maraqlı bir dərsdir, çox asan bir dərsdir. Yetər ki, qaydanı tam başa düşəsiniz. Keçək indi dördüncü çalışmamıza. Boş xanaya uyğun ədədi tapın. Bayaq bunun vurağını işləmişdik, indi isə böləyini işləyirik. 2,7 bölək xanadakı ədədi bilmirik, biz tapmalıyıq. Olub 0,27. İndi bura baxaq uşaqlar. Vergül 2 tamdaydı, yerini dəyişib. Bir vahid qarşıya keçib. Bu nə vaxt baş verə bilər? Ona böləndə baş verə bilər. Sonra ədədi bilmirik. Bölək 100 bərabərdir 0,00 234 verilib. Yəni 100'ə böləndə biz bilirik ki, vergülü 2 vahid sola çəkiblər. Vergülü 2 vahid sola çəkiblər. Deməli, əvvəl vergül burada olub ki, 2 vahid sola çəkilib. 100'ə böləndə 2 vahid çəkilir. Yəni, ədədimiz 0 tam 1000'də 234 olub. Sıfır tam 1000'də 234. Yaxşı uşaqlar, bunu da yazdıq. Keçək digərinə. Bölək 100 bərabərdir 0 tam 1000'də 62 verilib. 100'ə böləndə vergül 2 vahid sola sürüşdürülüb yazılır. Deməli, əslində vergül buradaymış uşaqlar. 2 vahid sürüşdürüb bura yazıblar. Ədəd 6 tam 10'da 2 olub əslində. Sonra 46 tam 10'da 3 bölək boş bir kana bərabərdir.
10.000-də 463-ə çevrilib. Vergül nə qədər sürçüb? Əvvəl 46 tam idi uşaqlar. Əvvəl 46 tam idi. Buradan bura sürçübsə, vergül 3 vahid sola yeri dəyişib deməkdir. Yəni 1000-ə bölüblər. Bu da dördüncü çalışmamızın izahıdır. Həmçinin bunu tənlik kimi də həll edə bilərdiniz. Amma ən rahatı bu mərtəbə vahidlərinə bölünməni, vurulmanı keçmiş isə bu metodu tətbiq etməkdir. Keçək 5-ci çalışmanın izahına. Hesablayın və müqayisə edin. Öncə verilən vurmanı və bölməni hesablayıb, sonra müqayisəni yerinə yetirərik. Başlayaq birincisini həll etməyə. 0 tam 1000-də 802 vuraq 100. 100-ə vuranda vergülü 2 vahid sağa çəkirik. Ədədimiz olur 80 tam 10-da 2. Bir də digərini hesablayırıq. Hətta bu misalı yuxarıdan yazım uşaqlar bir dəqiqə. Misalın birbaşa izahına keçdim. Misalın özünü də yuxarıdan yazıram. 0 tam 1000-də 802 vuraq 100 və bununla müqayisə etməliyik. 80 tam 10-da 3 bölək 10-u. Yaxşı, keçirəm 80 tam 10-da 3-ü, bölürəm 10-a. 10-a böləndə vergülü bir vahid sağa sürüşdürmək lazımdır. Ədədimiz olacaq 8 tam 100-də 3. İndi 80 tam 10-dakı böyük olar, yoxsa 8 tam 100-də 3? Təbii ki, 80 tam böyük olar. Birinci böyükdür. İkincisinə baxaq. 23 tam 10-da 7 bölək 10-un kvadratı. Bir də 0 tam 100-də 3 vuraq 10. Hesablayaq bunları uşaqlar. 23 tam 10-da 7-ni bölürəm. 10-un kvadratı 100 deməkdir. 100-ə böləndə vergülü 2 vahid sola sürüşdürmək lazımdır. Qarşıda da vergül tək qalmaz deyə bir dənə 0 yazdım. Sonra 0 tam 3 vuraq 10. 10'a vuranda bir vahid sağa sürüşdürürük. Olacaq 0 tam 13. İndi müqayisə edək. 0 tam 1000-də 237, bir də 0 13. 0 13'ün sonuna 2 dənə 0 yazıram. Bu da minlik mərtəbəsinə tamamlanır. Yəni vergüldən sonra daha doğrusu 3 dənə rəqəm olur. Hansı böyükdür? 237 yoxsa 300? Təbii ki, 300 böyükdür. Keçək 3-cü bəndə. 4 tam 10'da 2 vuraq 10'un kvadratı. Bir də 704 tam 10'da 9 bölək 10. Hesablayaq uşaqlar bunları. 4 tam 10'da 2 vuraq 10'un kvadratı 100 deməkdir. 100'ə vuranda vergülü 2 vahid biz sağa sürüşdürməliyik. 420 olacaq. Bax bu lazım. Sona da bir dənə 0 ataq. Bizə lazımdır o 0 atmaq. Niyə lazımdır? Çünki baxıram ki, ona vurmaq üçün vergüldən sonra sadəcə bir rəqəm var. Çatışmayan yerə 0 yazırıq. Oldu 420. Sonra bir dəqiqə qələmin rəngini dəyişim. 704 tam 10'da 9'u da bölürəm 10'a. 10'a böləndə vergülü bir vahid sola sürüşdürürük. Olur 70 tam 49. İndi müqayisəmizi aparaq. 420 var. Bir də 70 tam %49 var. Hansı böyükdür? Təbii ki, 720 böyükdür. 5-ci çalışmanı da yazdıq uşaqlar. İndi isə keçək 6-cı çalışmanın izahına. İfadələrin qiymətini tapın. Yenə də ona vurma, bölmə, 100-ə vurma, bölmə bu tip bir ifadədir. Gəlin başlayaq həll etməyə. Birincidən başlayaq həll edək. 0 tam 1000-də 341 vuraq 10. Çıxaq 16 tam 10'da 4 bölək 10. İndi uşaqlar bir-bir üzərində göstərəcəm. 10'a vuranda vergülü bir vahid sağa çəkirik. 10'a böləndə isə vergülü bir vahid sola çəkirik. Və cavabları görürük artıq buradan. Birinci də olacaq 3 tam
%41 çıxaq. İkincidə olacaq 1 tam %64. Bunu da istəsəz alt-alta yazıb çıxa bilərsiniz. Yazıram 3 tam %41 çıxaq 1 tam %64. 11-dən 4-ünü çıxanda 7. Burada 3 qalıb. 3-dən 6 çıxmaq olmur. 13. 13-dən 6-sını çıxanda yenə 7. Burada artıq 2 qalıb. 2-dən də birini çıxanda 1. Cavabımız olacaq 1 tam %77. İndi uşaqlar, keçək ikincisinə baxaq. İkincisində 78 tam onda 3 bölək 10. Üstə gələk 0 tam mində 329 vuraq 10. Yenə də qırmızı ilə göstərirəm uşaqlar. Ona böləndə vergülü bir vahid sola çəkirik, ona vuranda isə vergülü bir vahid sağa çəkirik. Və artıq vergülün harda dayanacağını gördük. Birincidə olacaq 7 tam %83, üstə gələk ikincidə olacaq 3 tam %29. Bunları da alt-alta toplayıram. 7 tam %83, üstə gələk 3 tam %29. 9 ilə 3, 12 bir yadda. 8 ilə 2, 10, bir də yadda 11, bir yadda. 10, bir də yadda 11. 11 tam %12. İndi üçüncüsünə baxaq. 0 tam mində 35 vuraq onun kvadratı. Onun kvadratı uşaqlar bilirik ki 100 deməkdir. 26 tam onda 8 bölək 10. İstəsəz bunu belə yaza bilərik. 0 tam %35 vuraq. Onun kvadratını 100 ilə əvəz etdim. Çıxaq 26 tam onda 8 bölək 10. Bərabərdir. Davam edək. 100-ə vuranda vergülü 2 vahid sağa çəkəcək olacaq burada. Ona böləndə vergülü 1 vahid sola çəkəcək olacaq burada. 3 tam onda 5 birincidə alındı. Çıxaq 2 tam %68 də ikincidə alındı. İndi uşaqlar gəlin çıxaq. 3 tam onda 5 çıxaq 2 tam %68. Çatışmayan yerlərə də 0 yazırıq. Bura bir dənə 0 yazdıq, çıxırıq. 10-dan 8-ini çıxanda 2, 4-dən 6 çıxmaq olmur. Getdik qonşuya. 14-dən 6-sını çıxanda 8. Burada da 2 qalıb, 2-dən 2-ni çıxanda 0. Cavabımız olacaq 0 tam %82. Bu da 6-cı çalışmanın izahı idi. İndi isə keçək 7-ci çalışmanın izahına. Sürücü 10 litr benzin üçün 9,2 manat ödədi. 1 litr benzin üçün 1 litr benzin neçəyədir? Uşaqlar, 10 litr benzinə 9,2 manat ödəyibsə, 1 litr benzinə neçə manat ödədiyini tapmaq üçün 9,2-ni 10-a bölməliyik. Birinci, 9,2 bölək 10. 10-a böləndə vergülü bir vahid sola doğru çəkməliyik. Vergülü bir vahid çəkdik sola. Burada da bir dənə 0 yazıram ki, vergül qarşıda tək qalmasın. Olacaq 0 tam %92 manat. Yəni 92 qəpikdə. İkinciyə baxaq. 100 litr benzin üçün nə qədər ödəmək lazımdır? 1 litr benzinin qiyməti 0,92 manatdırsa, 100 litr benzinə nə qədər pul ödəyəcəyimizi tapmaq üçün 100-ə vurmalıyıq. 100-ə vuranda vergül 2 vahid sağa doğru sürüçür. Olur 92 tam. Yəni 92 manat. 7-ci çalışmanı da izah etdik uşaqlar. İndi isə keçək 8-ci çalışmanın izahına. 8-ci çalışmada xəritələr müəyyən miqyaslarla verilir. Məsələn, xəritədə 1-in 1 milyona yazısı
1 santimetr məsafənin həqiqətdə 1 milyon santimetr məsafəyə bərabər olması deməkdir. Yəni, xərit üzərindəki 1 santimetr məsafə real həyatdakı həqiqətdəki 1 milyon santimetr məsafəyə bərabərdir. Həmçinin miqyaslı xəritədə cədvəldəki məsafələrin ölçülərini santimetrə çevirin və cədvəli tamamlayın. Lap gözəl uşaqlar, gəlin çevirək. Bunun üçün məsələmiz əslində iki hissədən ibarətdir. Hə, yox. 1 santimetr 36 kilometr bu miqyasıdır xəritənin. Gəlin öncə bunu çevirək. 1 kilometr 1000 metrdir. 1 kilometr bərabərdir 1000 metr. 1 metrimiz də 10 santimetrdir, 100 santimetrdir. Bu metr, bu santimetr ölçüsü. Baxın, 1 kilometr 1000 metrdir. 1 metrimiz də 100 santimetrdir. Elə vursam bunları bir-birinə olacaq 100 min santimetr. 1 kilometr 100 min santimetrdir. Onda xəritənin miqyasını tapanda 36 bir xəritədə bax 1 santimetrlik məsafə 1 santimetrlik məsafə real həyatdakı 36 kilometrə bərabərdir. İndi 36 kilometrdə 100 minə vuranda sonuna 5 dənə 0 yazırıq. Santimetrə çevrildi. Yəni 3 milyon 600 min santimetrə bərabər oldu. Xəritənin miqyası 1-in 3 milyon 600 minədir. Bax, bu xəritənin miqyasını buradan tapdıq. Lap gözəl. İndi gəlin, keçək davamına baxaq. Artıq miqyası bilirik. Öncə cədvəl tamamlayaq. Burada bizim birinci hissədə götürəcəyimiz miqyas burada verilib. 1 santimetr real həyatdakı 1 milyon santimetrə bərabərdir. Həmin miqyaslı xəritədə cədvəli tamamlayaq. 36 kilometrdir. İndi 36 kilometri santimetrə çevirəndə buradan bayaq qeyd eləmişdim. 1 kilometrimiz, onu yuxarıda yazdım uşaqlar. 1 kilometr bərabərdir 100 min santimetr idi. Onda 150-ni 100 minə vuranda sonuna 5 dənə 0 yazıram. 1, 2, 3, 4, 5 santimetr. Çevrildi. Xərit üzərində neçə santimetrdir? 1 milyon santimetrimiz 1 santimetrə bərabərdirsə, deməli bu ədədi 1 milyona böləndə yazıram. Hətta buradan yazdım. 150 kilometr bərabərdir. Orada qeyd etdiklərimi uşaqlar burada da qeyd edəcəm. 5 dənə 0 yazdıq sonuna santimetr. İndi bu ədədi götürüb biz 1 milyona bölsək, 1 milyona bölsək, xəritədə neçə santimetrdir tapa bilərik. 1 milyona da böləndə eyni sayda hər birindən sıfırlar silirəm. Burada vergüldən sonra 6 sıfırdır, burada da 6 sıfırdır. Silsək, 3, 6, 1, 2, 3, 4, 5, 6. Deməli, 15 santimetrə bərabərdir xərit üzərində. Bunu da ox qoyuram. Yəni, əslində santimetr ölçüsünə çevirib, sonra aşağıdan bölək yazmalıydım, ardıcıl yazdım. Sonra burada 2,5 santimetr verilib. 2,5 santimetri biz indi 1 milyona vuracaq. 1 milyona bölüb 2,5 alıblar. 2,5 santimetri vururam 1 milyona və real həyatdakı ölçüsünü tapıram. 6 dənə vergüldən sonra, daha doğrusu 6 dənə 0 olduğuna görə biz vergülü 6 vahid sağa sürüşdürməliyik. Bir vahid buradadır. 1, 2, 3, 4, 5. 5 dənə də 0 yazırıq ki, 6 vahid sürüşmüş olsun. Real həyatda olacaq 2 milyon 500 min. Santimetr. Dedik ki, santimetrdə kilometrə çevirmək üçün 100 minə bölmək lazımdır. Bu ədədi də götürüb 100 minə bölsək,
bölək 100 min bərabər olacaq 25 kilometrə. Real həyatdakı ölçü indi verilib, həqiqi məsafə verilib 800 mindir. 800 mini biz 1 milyona bölsək, onun xəritədəki ölçüsünü alarıq. 1 milyona böləndə xəritə üzərindəki ölçüsünü tapırıq. 100 minə böləndə isə kilometrə çevirmiş oluruq. İndi gəlin bölək uşaqlar. Eyni sayda sıfırları silirəm. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Sadəcə mən burada 1 milyonun bir dənə sıfırını əksik yazmışam. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6. Hə. Əla uşaqlar. İndi nə aldıq? 8 bölək 10 aldıq. 8-i də 10-a böləndə vergülü bir vahid sola çəksək, olacaq 0,8 santimetr. 0,8 santimetr. Həqiqi həyatdakı ölçüsünü 100 minə böldükdə isə onu kilometrə çevirmiş oluruq. 800 min bölək 100 min. 5 sıfır bundan, 5 sıfır bundan gedəndə olacaq 8 kilometr. 8 kilometrdir. 100 minə vurduq oldu 800 min santimetr. Həmin ölçünü isə 1 milyona böləndə, çünki xəritənin miqyası 1 milyondur. O, xəritədəki neçə santimetrə bərabərdir? Tapırıq. Uşaqlar, bu yazdığım birinci hissənin həllidir. Siz o cədvəli dəftərinizdə çəkərsiniz və qeyd etdiyim həlləri də qeyd edərsiniz bu şəkildə. İndi biz keçirik, bax bu hissənin həllinə, yəni ikinci hissəsinin həllinə. Azərbaycanın şəkildə verilmiş xəritəsində 1 sm məsafə həqiqətdə təqribən 36 kilometrə bərabərdir. Həqiqətdə Bakıdan hava ilə 360 kilometr məsafədə olan Balakən xəritə üzərində paytaxtımızda neçə santimetr məsafədə yerləşir. İndi bunu həll etməliyik. Davam edək, həll edək uşaqlar. 1 santimetr məsafə həqiqətdə təqribən 36 kilometrə bərabərdir. 1 santimetr 36 kilometrə bərabərdirsə, onda 1 santimetrimiz kilometri metrə vuranda, metrə çevirəndə 100 minə vurmaq lazımdır. Bayaq istifadə etdik. 2, 3, 4, 5. Kilometri santimetrə çevirdim. Yəni xəritədəki 1 santimetr real həyatdakı 3 milyon 600 min santimetrə bərabərdir. Əla. Həqiqətdə Bakıdan hava limanı vasitəsilə, Bakıdan hava nəqliyyat vasitəsilə, yəni hava yolundan Balakədən gedəndə nə qədər məsafə qət edirik? Bax, bu həqiqi ölçüdür. 360 kilometr məsafə Balakənə qədər. Həqiqi məsafə 360 kilometrdir. İndi gəlin uşaqlar, biz bunu santimetrə çevirək. Santimetrə çevirəndə nəyə vururduq? 100 minə vururduq. Bayaq onu dedik. 1, hətta vuraqla qeyd edim onu. 100 minə vursaq santimetrə çevriləcək. Yəni sonuna 5 dənə sıfır yazırıq. 1, 2, 3, 4, 5. Santimetrə çevirdik. İndi həmin ölçünü biz bax bu ədədə bölsək, çünki miqyasımız 3 milyon 600 mindir. Həmin ədədə bölsək, xəritədə neçə santimetrdə taparıq? Burada neçə sıfır var? 1, 2, 3, 4, 5, 6, 36 milyondur. İndi bölək sıfırların sayını atıram hər birindən eyni sayda. 5 dənə sıfır buradan atacağım, 5 dənə sıfır da buradan atacağım. Qaldı 360 bölək 36, o da bizə verəcək elə o. Deməli, uşaqlar,
Verilmiş miqyaslı xəritədə Bakı ilə Balakən arasındakı məsafə oldu 10 santimetr. Bu da 8-ci çalışmamızın izahı idi. Beləliklə uşaqlar, biz bu dərsimizi də yekunlaşdırdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərimdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.